Çox qadın öz yoldaşından sevgi, qayğı, diqqət almadığı üçün öz oğullarından almağa başlayırlar, öz oğullarını sevməyə başlayırlar və artıq gəlin evə gəldikdə, yəni artıq həyatlarında bir gəlin, oğlunun sevdiyi, seçdiyi biri olduğu təqdirdə qısqanmağa başlayırlar. Çünki bu sevginin bölündüyünü, əslində bir qadının arasında rəqabət başlayır. Gizlin də olsa, ilk başda çox yaxşı, şirin, mülayim görsənsələr belə, get-gedə içində olan bu qısqanclıq hissi böyüyür. Və arada qalan oğlan həm yoldaşını qorumalıdır, həm də anasının belə deyim, hörmətini saxlamalıdır. Bunun arasında qalan insan get-gedə tükənir və tükəndikcə başqa həyatlar qurmağa başlayır, xəyanət etməyə başlayır.